Salam dostlar, bugün yenə sizlərə çaşdırıcı sualların dəqiq analizini vermək istəyirəm. Söhbət linking verbslərdən gedir. Yenə də mövzumuz sifət zərfə aiddir. Yəni linking verblər deyəndə bağlayıcı feillər nəzərdə tutulur və eyni zamanda make feilinin işlənmə yerlərinə fikir verək. Qeyd edim ki, taste, smell, look, feel, sound, be, get, stay, remain, become, turn out bunlar əsasən bağlayıcı feillər adlanır və özlərindən sonra sifət tələb edirlər. Make isə nadir də olsa olmaq, bənzəmək mənasında bağlayıcı feil kimi işlənir. She will make a good doctor. Yaxşı həkim olacaq. Mürəkkəb tamamlıqda, kauzativlərdə ən çox qarşıya çıxan struktur bu idi. Make plus tamamlıq üstə gələk sifət. It makes me happy. Bu məni xoşbəxt edir. Buradakı happy sifətdir, çünki tamamlığın durumunu bildirir. Bağlayıcı feillərdə fəaliyyət, yəni action və vəziyyət, state fərqlərinə diqqət yetirək. Canlı və ya cansız məsələsi var idi orada. Canlılara aid olanda taste, smell, feel bunlar özündən sonra zərf tələb edirdi. Cansız əşyalara aid olanda isə sifət tələb edirdi. Gəlin analiz eləyək. Dediyimiz taste, smell, feel, look feilləri statik, yəni bağlayıcı olduqda sifət, dinamik, yəni fəaliyyət göstərdikdə isə zərf özündən sonra tələb edirlər. Yəni cansızlarda vəziyyət, hal bildirdikdə sifətdir. The soup smells delicious. Şorba qəşəng qoxur. Bu vəziyyəti bildirir. Həm də eyni zamanda şorba cansızdır. Canlı insanlara aid olduqda, orada bir hərəkət olduqda bu zamansa zərf funksiyasında gedir. Example, he smelled the soup cautiously. O şorbanı ehtiyatla qoxuladı. Göründüyü kimi heyecanlı varlıqdır. Qoxuladı, orada bir hərəkət var. Ona görə özündən sonra cautiously zərfini tələb edir. To be-dən sonra verb ing və yaxud da verb üçüncü forma, yəni participle gələrsə, bu zaman bunların arasında zərf işlədəcəyik. Bu to be-dən sonra nə zaman zərf gəlməsi məsələsinə aydınlıq gətirən bir qaydadır. To be tək başına gəldikdə özündən sonra sifət tələb edirdi, çünki linking verblərdir. He is happy. Lakin daimici zamanda və yaxud da məchul növ strukturlarında isə iki feilin arasında zərf kimi işlənir. Çünki orada əsas feili verb ing və yaxud da verb üçüncü formanı təyin edir. To be, adverb, verb ing. Struktura baxaq. He is currently working. Burada currently zərfi working feilini təyin edir və yaxud da ki to be plus adverb plus verb 3. The car was badly damaged. Badly zərfi damaged feilini təyin edir. Mürəkkəb sifətlər və zərf üstəgələk sifət modeli. Qeyd edim ki, a good paid job testlərdə bunu görsəz yanlış ifadədir. A well paid job isə doğrudur. Niyə? Sifəti və ya feili sifəti, yəni participle başqa bir sifət yox, yalnız zərf təyin edir. Zərf zərfi təyin edə bilər, zərf sifəti təyin edə bilər, amma sifət zərfi təyin edilməz dilimizdə olduğu kimi. Paid burada feili sifətdir, verb 3-dür. Onu təyin etmək üçün good sifəti yox, well zərfi lazımdır. A well paid job, yaxşı ödənişli iş. Example, a beautifully designed room, gözəl dizayn edilmiş otaq. Diqqətinizə görə sağ olun, videonu bəyənməyi və paylaşmağı unutmayın ki, digərləri də faydalansınlar.